Anakliya limanı tam şəkildə dövlət tərəfindən inşa ediləcək. Bununla yanaşı layihədə müxtəlif ölkələrin investorları da iştirak edəcəklər. Bu qərar limanın strateji əhəmiyyətinə görə qəbul edilib. Dövlət dəniz və liman infrastrukturunun sahibi olaraq qalacaq. Onun inkişafını və idarə edilməsini də özü təmin edəcək. Bu barədə səhər saatlarında İqtisadiyyat naziri məlumat verib. Gürcüstanla bağlı qətnamə layihəsi iyulun 8-də Haqqada səs verməyə çıxarılacaq. Layihənin əsas təşəbbüskarı ABŞ Nümayəndələr Palatasının üzvü Joe Wilsondur. Sənəddə 2024-cü il parlament və 2025-ci il yerli seçkilərlə bağlı narahatlıqlar, mümkün saxtakarlıq və müşahidəçilərə maneələr qeyd olunur. Həmçinin son dövrdə Gürcüstanda qəbul edilən qanunlar tənqid edilir. Gürcüstan nümayəndə heyəti sənədi əsassız ithamlar toplusu adlandırır və Moskva mexanizmi məsələsi diqqət çəkir. Ermənistanın baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya gedib. O, Yekaterinburqda keçirilən İnnoProm 2026 beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunan Sənaye 360 sərhədsiz istehsal mövzusunda plenar iclasda iştirak edəcək. Səfər çərçivəsində Paşinyanın Rusiyanın baş naziri ilə görüşü də planlaşdırılıb. ABŞ-ın vitse-prezidenti J.D. Vance hesab edir ki, Rusiyanın hücum imkanları demək olar ki, tükənib. Onun sözlərinə görə Rusiya hazırda hücum əməliyyatları ilə döyüş meydanında ciddi nəticə əldə edə bilmir. Ukraynanın uğurları isə müharibənin başa çatması üçün şərait yaradır. Vance bildirib ki, Donald Trump administrasiyası Ukraynanın danışıqlarla yanaşı müdafiəsini daha da gücləndirilməsinin tərəfdarıdır. O əlavə edib ki, Rusiya işğal etdiyi hər kvadrat kilometr ərazi üçün çox ağır bədəl ödəyir və bu ABŞ və NATO-nun Ukraynanı müdafiəyə yönəltməsinin effektiv nəticəsidir. Türkiyədə keçiriləcək NATO samiti çərçivəsində ABŞ prezidenti Donald Trump Ukrayna və Suriya liderləri ilə görüşəcək. Vladimir Zelenski ilə görüş iyulun 8-nə planlaşdırılıb. Tərəflər Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması imkanlarını müzakirə edəcəklər. Məlumata görə cəbhə xətti faktiki olaraq sabitləşdiyi üçün Trump münaqişənin tezliklə dayandırılmasının vacibliyini vurğulayır. O samitə iyulun 7-sində qatılacaq və ilk olaraq Türkiyə prezidenti ilə görüşəcək. Bildirilir ki, Trump NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq. Samit zamanı müdafiə sahəsində milyardlarla dollar dəyərində yeni razılaşmaların elan olunması gözlənilir. İsrailin baş naziri Benjamin Netanyahu özü ilə Donald Trump arasında fikir ayrılığı olduğu barədə yayılan məlumatları təkzib edib. Netanyahu bildirib ki, iki ölkənin liderləri əsas məsələlərdə ortaq mövqeyə malikdirlər və yaranan fikir ayrılıqları adətən qısa zamanda aradan qaldırılır. Xatırladaq ki, bu həftə Donald Trump'ın Netanyahunu Ağ Evdə qəbul edəcəyi gözlənilir. Almaniyanın müdafiə naziri Boris Pistorius, İfrat Sağça Almaniya üçün alternativ partiyasından ola biləcək nazirlərin məxfi məlumatlara çıxışının məhdudlaşdırılmasını dəstəklədiyini bildirir. Onun sözlərinə görə, partiya sentyabr seçkilərində əhəmiyyətli uğur qazana bilər və bu ciddi narahatlıq doğurur. Pistorius hesab edir ki, partiyanın Rusiya prezidenti ilə yaxın əlaqələri Almaniyanın milli təhlükəsizlik baxımından risk yaradır. Avropada güclü istilər səbəbindən meşə yanğınları yayılıb. Portuqaliya, Yunanistan, Fransa, İspaniya və Balkan ölkələrində yanğın söndürənlər alovla mübarizə aparırlar. Fransada 2 nəfər ağır yaralanıb. 5000 sakin təxliyə edilib. Portuqaliyada yanğın 12.000 hektar ərazini məhv edib və ölkə İspaniya ilə İtaliyadan yardım istəyib. Minlərlə insanın təxliyəsi davam edir. Xüsusi Əməliyyatlar Departamentinə çox funksiyalı, xüsusi təyinatlı və sürətli reaksiya üçün nəzərdə tutulmuş yeni taktiki nəqliyyat vasitələri təhvil verilib. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, yeni texnika departamentin imkanlarını və əməliyyat qabiliyyətini daha da gücləndirəcək. İlin sonunadək quruma əlavə olaraq onlarla zirehli avtomobil, yüksək keçid qabiliyyətli və operativ taktiki nəqliyyat vasitələri də veriləcək. Davamlı gələcək naminə ekoloji jurnalistika adlı birgə layihəyə start verilib. Layihə Rabitə Komissiyası və Ətraf Mühitin İnformasiyası və Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Məqsəd media nümayəndələrinin peşəkar biliklərini artırmaqdır. Əməkdaşlıq çərçivəsində Media Akademiyasının Media Məktəbi studiyasının tələbələri ekoloji jurnalistika, iqlim dəyişikliyi, təbii ehtiyatların idarə olunması və davamlı inkişaf mövzularında xüsusi təlimlər keçəcəklər.